Biz buralarda yazın gəlişini cincər kətəsi ilə qeyd edirik. Cincər nədir? Gicitkan deyirlər. Çox faydalı bitkidir. Bunun kövrək olanlarını yığırıq. Birinci qozu maşından keçirir, sonra qaynadılıb pörtlədilmiş cincəri ət maşından keçirib belə bu formaya salırıq. Bunun üzərinə həmən ki qozu əlavə edirik. Ölçülərin hamısını açıqlamada yazacağam ki, hazırlaya bilərsiniz. Bir dənə yumurta, üstünə süt, duz əlavə edib hamısını yaxşıca qarışdırırsınız. Bunun xəmiri də olduqca yumşaq yoğurmaq lazımdır. Çox bərk xəmir olmaz buna. Bax göstərdiyim ki, bu qədər yumşaq xəmirlər olmalı. Bunu açanda bacardığınız qədər nazik açın, belə çox da incə olmaya ehtiyac yoxdur amma. Ortadan qatlayıb iki hissəyə belə bayaqki qarışımı yayırsınız, ağzını bağlayırsınız, bək-bək qıraqlarına əzib forma verib kəsə bilərsiniz. Biz bunu odun peçinin üzərində bişirdik çünki belə daha dadlı olur. Pişən kimi üzərinə yaxşı kərə yağı gəzdirdik. Belə ləzzətli yağlı yemək əlbəttə yanında samvar çay olmadan heç bir mənası yoxdur məncə. Biz biraz çox hazırlanmışdıq çünki biz bunu çox xoşlayırıq. Bu dəqiqə cincərin təzə vaxtıdır, çox ləzzətli vaxtıdır. İndidən yığıb biz onu qış günü hazırlayırıq. Hazırlayacaq olanlara nuş olsun. Cincər kətəsi xoşlayanlara göndərməyi yaddan çıxarmayın. Zonamızın ən ləzzətli yeməklərdən biri şübhəsiz ki suzma dilaldır. Bunun adlandırması müxtəlifdir. Gəlin mən sizə hazırlanmasını göstərim. Soğan qovrulandan sonra yaxşı kərə yağı ilə bu arada üzərinə yumurta vurub qarışdırıb bunu hazırlayırıq, qoyuruq kənarda gözləyirik. Süzməni belə yaxşıca qarışdırırıq, üzərinə duz, zövqə görə sarımsaq əlavə edib bu hala gələnə qədər qarışdırırıq, qoyuruq qırağa. Xəmirləri göstərdiyim kimi un, yumurta, su əlavə edib yumşaq bir xəmir yoğuruq. Çox da bərk olmasın ki rahat aça biləsiniz. Xəmiri nazik açmağa çalışın, çox da qalın olmasın. Qutab xəmiri kimi açmalısınız. Sonra bunu göstərdiyim kimi hər yerini yaxşı bol-bol unlayıb oxlovun üzərindən çevirib belə balaca kvadrata şəklində kəsirsiniz. Bir balaca duz əlavə edib suda qaynadıb kənara götürürsünüz bunu. Üzərinə də bayaqki süzməni əlavə edib qarışdırırsınız. Çox da bərk əzməməyə çalışın ki xəngəl formasını itirməsin. Bir qaz süzmə, üzərinə sarımsaq, üzərində təzədən xəngəl tort kimi hazırlayırsınız. Çox ləzzətli olur. Hazırlayacaq olanlara nuş olsun. Bundan şirniyyat hazırlayırlar, bilirsiniz heç? İnci xanım qeyd elədi ki, toyuq, süd və şəkərdən şirniyyat hazırlayın. Bu üç məhsulu necə birləşdirmək olar? Çox fikirləşdim. Sonunda Osmanlı mətbəxinin tavuk göz şirniyyatını hazırlamağa qərar verdim. Şirniyyatın hazırlanmasının əsas məqamlardan biri düzgün yağ seçimidir. Mənim seçimim təbii süddən hazırlanmış Golden Crown kərə yağı oldu. Yeni Zelandiya məhsulu olan Golden Crown şirniyyatlarında həm keyfiyyətli olması, həm də dadına əmin olduğum üçün istifadə edirəm. Göstərdiyim qaydada yağ ərdikdən sonra unu əlavə edirsiniz və qovurursunuz. Sonra üzərinə hissə südü əlavə edərək durmadan qarışdırırsınız və şəkər tozu, sonra da vanilya əlavə edirsiniz. Sonra hər ehtimala qarşı mikserdən keçirin ki, içində yumru topaqlar qalmasın. Sonra toyuq ətini əlavə edirsiniz. Toyuğun hazırlanmasının açıqlamada tam detallı şəkildə yazacağam. Əvvəlcədən isladılmış qabın içində 3-4 saat gözləsəz kifayət edir. Əllə kənarlarını bu göstərdiyim formada qopardıqdan sonra üzərinə qab qoyub tərsini çevirib çıxara bilərsiniz. Mən bunu sizə əlavə olaraq naxış verməyə izində üsulunu göstərəcəm. Üzərinə səpdiyim darçın idi. Bu və ya başqa formada naxışlar verə bilərsiniz. Əlbəttə seçim sizin özünüzdə qalıb. Çox ləzzətli bir şirniyyatdır. Hazırlanması da olduqca asandır. Asan hazırlamaq istəyirsə videonu save eləməyi unutmayın. İndi isə estafeti yeganə xanıma ötürürəm. Görək o qırmızı biberli, yaşıl noxudlu, zeytunlu hansı şirniyyatı hazırlayacaq. Yeyə biləcəyin ən dadlı gürcü xəngəlini özün bişir. Deməli xəmiri 15 dəqiqə yaxşı yoğurursan, qoyursan soyuducuya. Ardınca farşı üstünə soğan, göyərti, duz, istiot, sarımsaq əlavə edib yaxşıca qarışdırırsan, biraz su tökürsən, sulu olmalıdır ki, bişəndə sulu qalsın. Xəmirin için belə olmağı vacibdir. Xəmiri belə hissə bölürsüz, qəşəng yumrulayırsınız bunu. Açırsınız amma çox nazik yox. Qalınlığını indi burada gördüyünüz kimi çox qalın olmasın, çox da nazik olmasın ki, bişəndə dağılmasın. Qatlamasını da burada baxın yavaş-yavaş göstərirəm sizə. Bu formada qatlayırsınız ki, forması da gözəl alınsın. Alınandan sonra bu proses başlayan zaman suyu qoyursunuz qaynamağa. Bir balaca içinə duz atırsınız. Su orada tam qaynayandan sonra əsas şərt burada nədir? Fırada salırsınız qazanın içinə ki, o altı orada yapışmasın. 10-12 dəqiqə bişsə kifayət edir. Götürürsünüz kənara və nuş edirsiniz. Bunun yanında acıkadı, nə bilim turşu, xiyar, indi zövqə görə dəyişə bilər. Əsas bunun məqam nədir? İçi sulu olsun. Min bir dərdin dərmanıdır. Soyuq havalarda əsil yeyiləsi yemək budur. Yəni restoranlara pul tökməyinizə adı yox. Özünüz bişirin, ən dadlısını özünüz yiyin. Bəri başdan hamınıza nuş olsun. Mən yedim, bişirdim, yaxşı eləmişim. Əgər bişirdiniz qabaq çox sulu olsa sıxmağa ehtiyac var, yoxsa eləməsəz də olar. Belə qozu maşından keçən sonra qarışdırırsınız. Bura ölçünə hamısını yazacağım. Duz və şəkər tozu, üstünə süd əlavə edib yaxşıca qarışdırın bunu. Bax bu göstərdiyim formanı alsa bəs edir. Çox da sulu olmasın. Ət də olacaq bizdə.
Yumuşaq xəmir yoğurursunuz. Bunu da göstəricilərini aşağı yazacağım. Xəmiri belə ortadan yayirsınız. Bunu belə xoşlayanlar da var. Adətən səhər yeməyində xoşlayanlar da var. Yəni bilməzsiniz hansı formada xoşlayırsa o vaxt edərsiniz. Biz bunu odun peçinin üstündə bişirdik. Belə məncə çox daha ləzzətli olur. Odun peçi yoxsa tavada bir təhər edərsiniz. Mənim favorim həmişə kimi ət yemaqdır, amma qabaq kətəsi də pisliyi normaldır. Çox xoşlayanlar da var, amma məndən soruşsaz ət kətəsinə çata bilməz. Hazırlayacaq olanlar nuş olsun. Seyv eləmə, həyatdan çıxarmayın. Bu yemək hazırlığına buzlu sudan istifadə etmək lazımdır. Onun üstünə yumurta, yağlar, sirkə, duz əlavə edib yavaş-yavaş bunu yoğurursunuz. Yumuşaq bir xəmir alınmalıdır. Tam hazır olandan sonra üzərinə streçli qoyuruz kənarda biraz dincəlsin. Bu dincələn arada içliyi hazırlayırıq. Şorun üzərinə göyərti və duz əlavə edib qarışdırıb qoyuruq kənara. Kündələri çox nazik açmaq istəyirsinizsə, kraxmanla onu qarışdırıb onun köməyi ilə bol-bol vurub açın. Nə qədər nazik aça bilsəz, o qədər ləzzətli olacaqdır, əmin olun. Suyu qoyursunuz qaynamağa, 2 dəqiqə ərzində bu yuxalar bişsə bəsdir, dərhal buzlu suya alıb bir balaca gözlədirsiniz, soyuyur, sonra əlinizlə bunu sıxıb qoyursunuz kənara. Kənarda bir sini əvvəlcədən aşağısını yağlayırsınız, yağlayandan sonra altdan bişməmiş fəsilləri qoyursunuz, üzərinə həmən bişənləri, üzərinə yaxşı kərə yağı ilə yağlayırsınız, üzərinə şor, yenidən davam edirsiniz, bu mərhələ 2 dəfə davam edir. Sonra əvvəlcədən 180 dərəcədə qızılan sobada üzəri qıpqırmızı olana kimi bişirirsiniz. Buna su böreği deyirlər. Daha adının mənim üçün fərqi yoxdur. Çox ləzzətli olur, çox dadlı olur. Şiddətlə tövsiyə edirəm, mütləq hazırlayın. Nuş olsun. Şirin çörəyi bir tərəfdə təzə təndir salınanda bişirirlər. Təndiri biz qırağını verəndən sonra səhərə kimi içində ocaq qalamışıq ki, içərisi tam pişsin və yaxşı bir təndir alınsın. Səhərə təndir soyandan sonra içərisinə böyle duzlu su vurmuşuq, hər tərəf ağarana kimi duzlamışıq onu. Şirin çörəyin xəmirinin hazırlanmasına istifadə olunan bütün ingredientləri aşağıda hamısını bir-bir yazacağım. Siz de oradan baxıb hazırlaya bilərsiniz. Xəmiri bir balaca kənarda gözlədəndən sonra balaca kündələ eləyirik. Bu kündələri də kənarda bir yarım saat gözləsə çox yaxşı olur. Üzərini örtməyi yaddan çıxartmayın. Təndir tam belə hazır vəziyyətə gələndən sonra biz bunları gördüyünüz kimi belə əzirik, üzərinə vilkanı vurup çox şişib getməsin. 5-6 dənə vilka zərbəsi də mütləq. Üzərinə yumurtalayıb altında yüngülvari su vururuq ki, təndirə daha rahat yapışsın. Təzə təndir olanda yapışanda biraz çətinlik çəkə bilərsiniz. Amma bunları üstünü tam belə bağlayıb gözləyir bu bişsin. Bişəndən sonra götürür. Çox ləzzətli şirin çörəklər alınır. Uşaqlar bunu xüsusilə çox sevir. Hazırlayacaq olanlara nuş olsun. Bir daş altdan, bir daş üstten. Sizcə bu nədir? 2 gün isti yerdə gözlədiyiniz sütün birinci qaymağını üzərindən belə götürüb bu formada. Sonra bunu bir balaca isitməyə qoyuruq. Çox qaynamamalıdır, isinməməlidir. Belə barmağı salıb yoxlayın. Çay istirində olsa kifayət edir. Sonra belə parça torbalara süzüb əllə çox da sıxmağa ehtiyac yoxdur. Yüngülvarı sıxıb belə gedir. İçərisində özünüz hiss edəcəksiniz. Qalan vaxta qədər əzirsiniz, ağzını düyümlüyorsunuz. Bu biz tərəfdə çox məşhur olan maqaşın, yəni şorun hazırlanmasıdır. Bunu adətən belə parçalanmış çaydaşların arasında qoyurlar və üzərinə daha bir ağırlıq da qoymaq olar. O süzülür, hardasa 4-5 saata hazır olur. Gördüyünüz bu formanı alınır. Bundan bizdə qutablar, girs və yaxud belə özünü də yeyə bilərsiniz, duzlu suya qoyub pendir kimi də elə bilərsiniz. Nuş olsun. Bu qədər adam yığılıb sizcə hara gedir? Əlbəttə ki, təbiətin qoynunda kamping festivalı eləməyə. Birinci növbədə bizdə bura ox atmağı öyrətdilər. Çox maraqlıymış. Mən bilmirdim, gərək bundan məşğul olsun hamı. Ən azı bir dəfə məncə ox atmalısınız. Çox maraqlı bir məşğuliyyət. İtlərin bəziləri qışa hazırlaşır, bəziləri partiya. Axşam burada parti var idi. Oynaya bilənlər oynadı. Mən ki bacarmayanlar da qıraqdan ancaq video çəkdi. Gecə nədə yola verdi bir təhər. Belə partiləri tez-tez keçirirlər. İştirak etmək istəyirsə qeyd edəcəm səhifələrə mütləq yazıb məlumat almağı yaddan çıxarmayın. Festival ikinci gündə səhər tezdən durub cəmaət oyanmadan oraları gəzdim. Sonra belə musiqi festivalı oldu. Oynaya bilənlər üçün voleybol yarışı oldu. Mükafatlı sonunda ətrafda belə gözəl mənzərə var idi. Mən buranı gəzdim. Ətrafda bundan dolu idi. Sizcə bu nədir?